dəyişilməsi durumunda da qoruyuculardan istifadə edilməsi şərtdir ki, xəstəliyin profilaktik olaraq qarşısı alınsın və qorxunc fəsadlara keçməsin. Digər ürək açmayan cəhətlərdən biri də siflis xəstəliyi də plasentadan keçə bilir. Yəni hamilə qadınlar uşaqlarına istər hamiləlik dövründə, istərsə də doğuş zamanı bu xəstəliyi keçirə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Anaların da, hamilə qadınların da bu mövzuda xüsusilə diqqətli olması lazımdır təbii ki. Və bir də İlkin mərhələlərində, xüsusilə də ikinci mərhələdə ağızda da yaralar əmələ gəlir. Məhz bu yaralar da ağız vasitəsilə, ağzın selikli qişası, ağız suyu vasitəsilə də xəstəliyin yayılmasına səbəb ola bilər. Ona görə də definitiv olaraq, yəni kəskin şəkildə cinsi yoluxma deyil, həmçinin də cinsi yoluxma ilə bərabər anadan uşağa da keçə bilər bu xəstəlik və ilkin mərhələlərdə ağız suyu ilə, ağız seliyi ilə də yoluxa bilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Hər kəsə sağlamlıq arzu edirəm. Lütfən bu tip xəstəliklər haqqında məlumatlanaq və bunların qarşısının alınmasında aktiv şəkildə